Salam dəyərli kanal izləyiciləri. Bu videoda sizə Python dövrlərə aid olan və ətraflı yazı tələb edən tapşırıqları izah edəcəm. Hansı ki, dövrlərə aid proqram qurma suallarıdır. Deməli, 100-cü sualda deyir ki, klaviaturadan daxil edilmiş natural ədədin rəqəmlərini olduğu kimi düzgün ardıcıllıqla alt-alta çap edən proqramı Python dilində yazın. Əslində bunu belə deyim, tərsinə çap etmək istəsəydi, ədədin rəqəmlərini parçalayıb bu formada çap edə bilərdik. Amma baxıram ki, düzünə çap etməyimizi istəyir. Ona görə əvvəlcə belə deyək, int inputuna ədədi daxil edəcəm. Daha sonra həmin ədədi sətr tipinə çevirməliyəm. Yəni n bərabərdir. Bunu str-n eləyəcəm. Və belə deyək də, tutaq ki, daxil etmişəm 2564 ədədin. Sətr tipinə çevirsəm, mənə dırnaqda 2564 verəcək və mən həmin sətrə birbaşa müraciət edib, belə deyək, print i-lərini çapa verə bilərəm. Yəni, o baxımdan deyəcəm for i in n, yəni həmin sətrə birbaşa müraciət edəcəm və daha sonra print i deməklə, yəni bütün belə deyək, ardıcıllıqla həmin o ədədləri çapa vermiş olacam. Və qeyd edeyim ki, alt-alta çap eləyəcək. Çünki printin içərisində end funksiyası var. Endin içində də görünməz bir /n funksiyası olduğunu bilirik. Hansı ki, /n növbəti sətr deməkdir. Yəni 2-ni çap eləyəcək, düşəcək növbəti sətrə, 5-i çap eləyəcək, növbəti sətirdən 6-nı və bu formada. Daha sonra davam eləyək 101-ci sualına. 101-də deyir ki, klaviaturadan n natural ədədi daxil edilir. N-dən böyük olan 2, 3, 5 ədədlərinin heç birinə bölünməyən ən kiçik natural ədədi çap edən proqramı Python dilində yazın. N natural ədədi daxil edir. Yaxşı. Natural ədəd dediyinə görə yenə n bərabər int inputla natural ədədi daxil edəcəm. Və mənə deyir ki, n-dən böyük olan. Yəni, bu şərtə əsasən mən n-i bir vahid artırmalıyam. Yəni, n bərabər n plus 1 edəcəm. Çünki özü mənə deyir ki, n-dən böyük olsun. Və burada deyir ki, 2, 3 və 5 ədədlərin heç birinə bölünməyən. Biz belə götürək də, while şərti belə deyək ki, bunlara bölünəni götürək. 2-yə, 3-ə ya da 5-ə bölünürsə, bu zaman n-i bir artıraq. Çünki, tutaq ki, burada 15, girişə 15 daxil eləyib. Çıxışda isə 15 çapa verib. Mən girişi 15 daxil eləyəndə n-i bir vahid artıracam, olacaq 16. Bunların içərisində 2, 3, 5-dən ən azı, yəni 2-yə bölünəcək 16. O baxımdan n-i bir vahid artıracam, 17-ni çapa göndərəcəm. Yəni, bunu əsasən deyəcəm ki, while n-in 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə və ya yəni or n-i 3-ə böləndə qalıq 0-a bərabərdirsə or. Bir də bu hissədən qeyd edəcəm ki, deməli, n-i 5-ə böləndə qalıq 0-a bərabərdirsə, onda n-i bir vahid artır. Yəni, n bərabər n plus 1 elə. Daha sonra da dövrdən çıxsın, print n eləsin. Bu baxımdan, misal üçün, tutaq ki, daxil etmişik klaviaturadan 15-ə. Burada bir vahid artacaq, olacaq 16. 16 2-yə bölünəcək, şərt ödənəcək, bir vahid artacaq, olacaq 17. Və nəticədə ən son 17-ni çapa göndərəcək. Yəni, bu baxımdan bu proqramın həlli oldu bu formada. Daha sonra davam eləyək 102-ci sualla. Deməli, 102-ci sualda daxil edilən n natural ədədi üçün bu qiyməti hesablayın. S cəmdir. Baxıram ki, nə edir? Sanki i-nin kvadratlarıdır. Yəni, 1 bölünsün, i-nin kvadratlarını cəmləyir. Bunu əsasən while ilə də yaza bilərik, for ilə də yaza bilərik. Gəlin while ilə yazaq. Yine n natural ədədi dediyi üçün n bərabər int inputla
natural ədədimi daxil edəcəm. S cəmləmədir. Cəmləmə üçün S-i 0 götürəcəm. Və burada vurma var da. Yəni bu baxımdan i-ni 0 yox, i-ni 1 qəbul edəcəm. Çünki 0 götürə bilmərəm. Və y hissəsində deyəcəm ki, i nə qədər ki, kiçik bərabərdir n-dən, çünki n-ə qədər deyir. Ona görə n-in özünü götürməsi üçün kiçik bərabərdir n götürdüm. Yəni burada n kvadratıdır. S bərabərdir, S belə deyək, cəmləyəcək, S plus, bayaq dediyim kimi, 1 bölək, i-nin kvadratlarını cəmləyir. Yəni 1 bölək, i-nin kvadratı. Olacaq bu formada. Yəni i vur i kimi də yaza bilərsiniz, əslində fərqi yoxdur, ya da bu formada da yazmaq olar. İndi buradan bu qüvvəti mörtəziyə ala da bilərəm, almaya da bilərəm. Çünki onsuz ki, qüvvət əməli birinci yerinə yetirildiyi üçün yəni bir problem olmayacaq. Hər ehtimala qarşı mörtəziyə aldıq. Daha sonra i dövrü idarə edən parametrdir. i-ni bir vahid artıracağam. Ən sonunda dövrdən çıxandan sonra da print s-ə çapa göndərəcəm. Y ilə olacaq bu formada. Formla da əslində rahatdır. Sadəcə artıq orada i gedir özü qiymətlər götürür. Yəni range hissəsində 1-dən n plus 1-ə qədər i qiymətlər almalıdır. Və yenə s hissəsi bu formada yazmaq olar. Ya da ki, i vur i kimi də yazmaq olar. Fərqi yoxdur. Bu da oldu 102-ci proqram. Daha sonra davam eləyək 103-lə. 103-cü proqrama diqqət eləsək, burada 1/3-ün kubudur. 1/5 üstü 5-dir. 1/7 üstü 7-dir. Yəni, baxsaq görərik ki, i'lərimiz 1 idi, oldu 3. Sonra oldu 5. Yəni, i 1 yox, artıq burada 2 artır. Və 2 artdığı üçün i bir dəfə 1 olur, sonra 3 olur. İndi 1/3-də üstü 3-dür. Sonra i 5 olanda üstü 5-dir. 2 artır və üzəri artıq belə deyək də, i deyil, kvadratı deyil. Artıq üzəri i-nin özü olacaq, qüvvət formasında yazsam. Buna əsasən, yenə int inputla ədədimi daxil elədim. Daha sonra cəmləmə parametri S0-dır, i 1-dir. Yenə y ilə yazası olsam, i kiçik bərabərdir. Nə qədər ki, i kiçik bərabərdir n-dən, yenə n-in özünü də götürür. Və i 1 olduğu üçün, n-in özünü götürməsi üçün kiçik bərabərdir n şərtini verdim. İndi bu s hissəsində s üstə gələk. Deməli, baxıram nə edir? i-yə bölür, çünki bunları bir mörtəziyə alıbdır. Yəni 1-i əvvəlcə mənə lazımdır i-yə bölsün. Daha sonra üstü i-ni götürsün. Və i-ni 2 artırmalıyıq. Çünki 1 idi, dediyim kimi 3 oldu, sonra 5 oldu, 7 oldu. Bu dövrdən çıxandan sonra da print s-i çapa göndərsin. Yenə bunu da forla yazmaq olar. Forla yazanda artıq orada addım sayı qoymalısınız ki, for i in range hissəsində 1-dən n plus 1-ə qədər sadəcə i 2 artır deyə 2 addımla götürməlisiniz. S yenə cəmləmə hissəsi də bu formada qeyd edə bilərsiniz. Yəni 103-də düzgün proqram olacaq bu formada. Daha sonra baxsam 104-də. 104-cü sualda deyir ki, klaviaturadan daxil edilən natural ədədin özünün rəqəmləri cəminə tam bölünüb bölünmədiyini çap edən proqramı Python dilində yazın. İndi 2004-düzdür. Bölünürsə bölünür yazılsın, əks halda bölünmür. Yaxşı. İndi belə deyir də, özünün rəqəmləri cəminə. Mən nə etməliyəm? Əvvəlcə rəqəmlərin qalıqdan, yəni rəqəmləri tapmalıyam. Sonra onları cəmləməliyəm. Daha sonra bir dövrdən çıxandan sonra bir şərt verməliyəm ki, əgər rəqəmləri cəminə bölünürsə daxil etdiyim n, s-ə bölünürsə cəmləyən s-dir də, onda bölünür olsun, əks halda bölünmür olsun. O baxımdan deməli, n bərabərdir int inputla ədədimi daxil edəcəm. Daha sonra cəmləmək üçün s bərabərdir 0 götürəcəm. Və y hissəsində nə qədər ki n böyükdürsə 0-dan
Onda Q gəlsin, ədədin rəqəmini tapsın, qalığını tapsın, götürsün yəni. Bu da bilirik ki, n-in 10-a bölünməsindən alınan qalığı götürür. Yəni rəqəmini tapanda. S həmin qalıqları özünə cəmləsin. İndi bir də dövrümü kiçiltmək lazımdır da, yoxsa sonsuz davam eləyər. O baxımdan n bərabərdir. Yəni ümumiyyətlə düzgün alınmaz dövrü kiçiltməsəm. N-in 10-a bölünməsindən alınan tam ədədi götürməlidir. İndi bu formada dövrdən çıxandan sonra deməli if şərtində deməliyəm ki, əgər n-i s-ə böləndə, amma burada n-i deyə bilmərəm, çünki n hər dövrdə dəyişir. O baxımdan mən bir dənə dəyişən götürüm. Məsəl üçün, deyim a bərabər olsun burada n-ə. Bilirsiniz niyə? Çünki n hər dövrdə artıq dəyişəcək. Mən burada n-in s-ə bölünməsini götürsəm, orada düzgün alınmayacaq. Yəni proqram düzgün olmayacaq. O baxımdan deyəcəm ki, deyir ki, daxil edilən natural ədədin özünün rəqəmləri cəminə. Özü onda a-dır. Yəni a bərabər olsun n demişəm. Onda a-nı rəqəmləri cəmi də s-dir. S-ə böləndə qalıq 0-a bərabərdirsə, onda olsun ki, print bölünür. Əks halda, yəni S hissəsində deməli bölünmür. Print bölünmür. Baxın bu formada olacaq. Deməli 104-ün cavabı olacaq bu formada. Sonra davam eləyək 105-ci sualına. Deyir ki, klaviaturadan daxil edilən n sayda ixtiyari natural ədədin ədədi ortasını çap edən proqramı Python dilində yazın. Aha, ədədi ortanı tapan proqram. Ümumiyyətlə bu rahatdır. Ya forla yazarıq, ya vallə yazarıq. İndi gəlin bunu forla yazaq. Deməli, əvvəlcə n sayda dediyinə görə n-i int inputuna daxil edəcəm. Bilirik ki, ədədi orta nədir? Cəmi saya bölünməsidir. O baxımdan yəni cəmləməsi üçün bir s parametri verəcəm. Yəni s-i 0 qəbul eləsin. Və deyəcəm ki, for i in range götürsün 1-dən n plus 1-ə qədər. Yəni n-ə qədər dediyinə görə n plus 1 götürürəm. Bilirik ki, Pythonda sonuncu qiymət götürülmür. İndi tutaq ki, i-nin bir qiymətində bir ixtiyari ədəd daxil etməliyim. Yəni x bərabərdir int inputuna həmin o ixtiyari ədədimi daxil etdim. S nə etməlidir? Həmin ixtiyari ədədi cəmləməlidir. Əslində bir dənə də parametr götürüb saya bilərdik və sonra s-i həmin o parametrə saya bölə bilərdik. Amma burada baxıram ki, onsuz ki n sayda dediyinə görə mən elə sonda n-in özünə də bölsəm bir problem olmaz. Çünki tutaq ki, n 5-dirsə 5 dənə ədəd daxil eləyəcək. Nə bilim, n 15-dirsə 15 dənə ədəd daxil eləyəcək. Yəni, ya istəyirsiniz bir parametr götürün sayması üçün, ya da götürməyin, elə n-ə bölün. Onun üçün yazacağım print cəmi saya bölünməsi s bölə n. Yəni, hər iki halda düzgün cavab ala biləcəksiniz. Deməli, uşaqlar, davam eləyək 106-cı sualla. Deyir ki, klaviaturadan n sayda natural ədəd daxil edilir. Bu ədədlər arasında ən kiçik ədədə çap edən proqramı Python dilində yazın. Nə edərəm? Heç nə, bir dənə siyahı verərəm, boş siyahı. Sonra dövrün içində ədədlərimi daxil edərəm, ixtiyari ədədlərimi. Yığaram onu həmin siyahının içərisinə, sonra da həmin siyahıdan ən kiçik dediyinə görə minimum elementi taparam. N sayda dediyinə görə əvvəlcə n bərabərdir int inputla daxil eləyək. Daha sonra bir dənə boş siyahı verəcəm. Tutaq ki, a bərabərdir. Bu formada bir dənə boş siyahı verdim. For dövrü ilə yazacağım. For i in range olsun, n-in özünə qədər götürsün deyə 1-dən n plus 1-ə qədər olsun.
bu formada. Daha sonra hər dəfə ixtiyari ədəd daxil edəcəm, yəni dövr bitənə qədər. Onu da x ilə daxil edəcəm ki, x bərabərdir int input. Və daxil etdiyim həmin bu ədədi mən A siyahısına əlavə eləməliyəm. Əlavə etməyi də bilirsiniz ki, append-la əlavə edəcəm. Yəni A nöqtə append x. Baxın, bu formada, yəni hər dəfə daxil etdiyim x elementlərini A siyahısına əlavə elədim. Və hər dəfə bir-bir əlavə eləyəndən sonra, yəni dövr bitdi, n sayda elementi əlavə elədim. Deyim ki, misal üçün n bərabərdir, ən kiçik istədiyinə görə, yəni dövrdən çıxandan sonra minimum A ilə, yəni A siyahısından necə minimum funksiyası ən kiçik elementi tapacaq, ekrana çıxaracaq. Ən sonunda da print m eləyək. Baxın, bu formada yaza bilərsiniz. Sonra 107-yə baxsam, deyir ki, bu dəfə də deyir ən böyük ədədə çap edən. İndi burada da proqram eyni bu formada qalacaq. Sadəcə burada minimumun yerinə yazmalısınız maksimum. Proqram yəni eyni bu formada qalacaq. Sadəcə burada minimum elementin yerinə maksimum A yazırsınız və salam. Gedəcək böyük elementi deməli çap eləyəcək. Daha sonra baxaq 108-ci suala. Deyir ki, 1.999 parçasında olan bütün tək ədədləri çap edən proqram Python dilində yazın. For-la da yaza bilərik, while-la da yaza bilərik. İndi gəlin for-la baxaq, sonra while-la baxarıq. 1.999 parçası deyir. For-la yazası olsam, deyəcəm for i in range. Yəni parça daxil. Bu aralıq olaraq götürəcəm 1-1000 aralığı. Onsuz ki 999-a qədər gedəcək. İndi deyir ki, bütün tək ədədləri çap edən. Və deyəcəm ki, götürdüyüm i 1, 2, 3, 4 ta ki 999-a qədər olacaq. Deyəcəm ki, əgər götürdüyüm i 2-yə tam bölünürsə, tək ədədləri deyir. Elə çox uzatmayım. Deyim 2-yə böləndə qalıqda 1 qalırsa, onda həmin i'ləri çap elə. Print i ilə. Vəssalam. Olacaq bu formada. For-la yazsam. Yəni ən rahatı budur. İndi desək ki, while-la yazsaq. While-la yazanda da dövrü idarə edən parametr olaraq i-ni 1 götürüm. Sonra deyim ki, while i nə qədər ki kiçik bərabərdir 999-dan. Çünki i-ni burada 0 götürsəm, əslində götürə bilərəm. Onu da 1000 yazacağım. Amma elə bu formada yazım daha rahat olsun. While i nə qədər ki kiçik bərabərdir 999-dan, yəni dövr davam eləsin. Və eyni qayda ilə əgər i-ni 2-yə böləndə qalıqda 1 qalırsa, onda həmin i'ləri çapa göndər. Print i ilə. Və hər dövrdə də i'miz bir vahid artsın. Yəni dövrü idarə edir axı. While-la da yazsam, olacaq bu formada. Deməli, bu da oldu 108-ci sualın cavabı. Sonra baxsaq 109-cu suala. Deyir ki, dövr operatorundan istifadə etməklə bu siyahıda olan tək ədədlərin kvadratlarını çap edən. Aha, siyahıda olan tək ədədlərin kvadratlarını çap edən. Heç nə, bu siyahını daxil eləyərəm əvvəlcə, siyahını verərəm. Birbaşa müraciət eləyib, i-nin kvadratlarını götürərəm də oradan. Tək ədədlərin kvadratlarını deyir. Şərt verərəm, heç nə ki, hansı i-ni 2-yə böləndə qalıqda 1 qalırsa, onda onun kvadratını çap elə. Baxın bu formada. A bərabərdir, rahatdır əslində bu da. 15, 12, 16, 11, bu da 9. Sonra birbaşa müraciət eləyəcəm. For, i, in, ayla birbaşa müraciət elədim. İndi deyəcəm ki, əgər götürdüyüm i, birbaşa müraciət edib bir dəfə tutaq ki, 15-i götürəcək, sonra 12-ni götürəcək. Götürdüyüm i-ni 2-yə böləndə tək ədədlərin dediyinə görə qalıqda 1 qalırsa, onda print
i-nin kvadratı. Bunu ya belə yaza bilərsiniz i vur 2 kimi, ya da i üstü qüvvət kimi da yaza bilərsiniz. Fərqi yoxdur. Hər iki halda doğrudur. Yəni 109-un cavabı olacaq bu formada. Sonra davam eləyək 110-cu sualına. Deyir ki, 1.99 parçasındakı yenə parça deyir. Ədədlərin yazılışında olan 3 rəqəminin sayını müəyyən edən proqram. 3 ədədlərin yazılışında 3-ün sayını istəyir. Tutaq ki, 3 götürsə 1.99 parçasında gəldi 3-ü götürdü. Burada bir dənə 3 var. Bunun sayını çıxartmalıdır. Sonra 33-ü götürəndə 33-də 2 dənə 3 var. Bunun sayını çıxartmalıdır. Yəni bu formada deyir bizə proqram. Onun üçün deməli bunu necə yaza bilərik? Əvvəlcə parça dediyi, say dediyinə görə bir say parametri daxil eləyək. Misal üçün deyim ki, say parametri adətən k-dır da, k bərabər 0 olsun. For i in range. Parça dediyinə görə 1 99-u götürsün deyə 100 aralığı qeyd eləyəcəm. Və daha sonra sətrə çevirib orada üçlərin sayını tapa bilərəm. Ona görə deyəcəm ki, tutaq ki, i 1-i götürdü, 2 götürdü, 3-ü götürdü. Hər dəfə i bərabərdir setr eləsin. Yəni sətir tipinə çevirsin. Və sətir tipinə çevirəndən sonra deyəcəm k bərabərdir. K üstə gələk, sayını tapır axı. Deməli, i-də olan üçlərin sayı. Onun üçün i nöqtə count 3-ü dırnaq içərisində 3. Çünki mən bunu sətir tipinə gətirmişəm. Dırnaq içərisində 3. Bu formada üçlərin sayını tapsın və ən sonda sayını tapacaq hər dövrdə. Dövr bitəndən sonra da print k-nı çapa göndərsin. Və sağ. Bu da olacaq 110-un cavabı. 111-ci suala baxsam deyir ki, en sadə ixtiyari natural ədəd klaviaturadan daxil edilir. Bu ədədlərdən tək olanları k siyahısına, tək olanları k siyahısına, cüt olanları isə m siyahısına əlavə etdikdən sonra siyahılara çap edən proqramı Python dilində yazın. Heç nə də en sayda ixtiyari ədəd deyir daxil elə. N-i əvvəlcə daxil eləyəcəm. Sonra bir k siyahım var mənim, bir də m siyahım var. K siyahısına cüt olanları deyir əlavə elə. M siyahısına isə tək olanları. Onun üçün əvvəlcə deyəcəm m bərabərdir int input. En sayda ixtiyari ədədimi daxil elədim. Yəni en sayda bir ədəddir əvvəlcə. Tutaq ki, 5 dənədir, 10 dənədir, neçə dənədirsə daxil eləyirəm. Bir k siyahısı verəcəm, boş siyahı. Bir də mənə deyir ki, m siyahısı ver. Özü dediyi kimi bir də m siyahısı verdim. For-dan yazası olsam, deyəcəm for i in range. Birdən en sayda dediyinə görə m plus 1-ə qədər götürməliyəm. Çünki n-in özündə götürsün orada say olaraq. 5 dənədirsə 5 dənə götürsün. N yazsam 1-dən 4-ə qədər 4 dənə götürəcək ədəd olaraq. Tutaq ki, n-in bir qiymətində hər dəfə deməli ixtiyari bir x ədədi daxil eləsin. X bərabərdir int input. İxtiyari x ədədimi daxil elədim. İndi əgər deyir bu ədəd təkdirsə k-ya əlavə elə. Yəni şərt verməliyəm ki, əgər x-ı 2-yə böləndə, deməli qalıqda 1 qalırsa, deməli təkdir. Onda neynə? K-ya əlavə elə. K nöqtə append x elə. Əks halda, deməli tək deyilsə cütdür də. Onda bunun elsində m-ə append eləsin. Yəni m nöqtə append x. Bu formada ən sonda da siyahını deyir çapa ver. Onda deyəcəm ki, print k
K-nın M-i, yəni bu siyahıları çapa göndərəcək. Vəssalam, dediyi kimi yerinə yetirdim. En sayda ədəd daxil eləyəcək. Hər dəfə ixtiyari bu en sayda ədədi yoxlayır, görüm təkdir yoxsa cütdür. Təkdirsə K-ya əlavə eləyir, cütdürsə gətirir M-ə əlavə eləyir. Baxaq 112-ci suala. Deyir ki, klaviaturadan daxil edilmiş natural ədədin sonunda neçə sıfırın olduğunu çap edən proqramı Python dilində yazın. Aha, neçə sıfırın olduğunu istəyir. Sonunda neçə sıfır? Misal üçün, birinciyə baxsam, 1, 2, 3, 4, 5 dənə sıfır var, çıxışa 5 verib. İkinci rəqəmdə 4 dənə sıfırda, çıxışa 4 verib. Onun üçün əvvəlcə mən bu ədədi daxil eləməliyəm. Yəni, n bərabər int inputla həmin ədədi daxil edəcəm. Daha sonra bir neçə sıfırın olduğunu, bir say parametri verək də saysın deyə. Onu da yenə K-la verəcəm say parametri. Və deyim ki, for-la yox, while-la yazaq. Deyəcəm ki, while. N-i 10-a böləndə qalıq sıfıra bərabərdirsə, onda K bir saysın. Yəni, tutaq ki, artıq 9-a gələndə bu rəqəmi 10-a böləndə qalıq 9 götürəcək. Yəni, sıfır olmayacaq da, artıq onu saymayacaq. Sonunda nə qədər ki, sıfır var, onları sayacaq mənim üçün. Onun üçün deyim ki, n-i daxil etdiyim n-i 10-a böləndə qalıqda sıfır qalırsa, onda say parametrin bir artsın. K plus B eləsin. Və bir də dövrümü kiçiltməliyəm. Yəni, n-in 10-a bölünməsindən tam ədəd. Ən sonda da print həmin bax bu sayı, yəni K-nı çapa göndərsin. Çünki məsəl üçün bu ədədi daxil eləsəm, birinci ədədi. Burada gələcək 5 dənə sıfırı götürəcək. Artıq 9-u götürəndə burada n-i 10-a böləndə qalıq 9 eləyir axı. Deyəcək 9 bərabərdirmi sıfıra? Yox deyib dövrdən çıxacaq və burada K bir artmışdı, 5 idi. Onda K-nı çapa göndərəcək. Yəni, olacaq bu formada. Davam eləyək 113-cü sualına. Deyir ki, klaviaturadan daxil edilmiş və n1-dən böyükdür şərtini ödəyən natural ədədin sadə olub-olmamasını yoxlayan proqram Python dilində yazın. Məsələn, 2 ədədə daxil edilərsə, deyir proqram sadə ədəddir, 10 daxil ediləndə mürəkkəb ədəddir sözünü çap etsin. Bunun üçün, yəni, əgər sadə ədəddirsə böləni yoxdur, mürəkkəb ədəddirsə böləni var. Ona görə bu formada qeyd edəcəm ki, əvvəlcə n ədədimi daxil edəcəm. Yəni, n bərabərdir int inputla ədədi daxil edəcəm. Daha sonra yenə bir belə deyim də, say parametri verim. Əgər böləni varsa, say parametri K-mız artsın. Əgər böləni yoxdursa, K dəyişməyəcək. Və sonda dövrdən çıxandan sonra şərt verim ki, əgər K dəyişməyibsə, yəni sıfıra bərabərdirsə, onda deməli sadə ədəddir. Yox, əgər K dəyişibsə, yəni bunun elsinə, əks halda hissəsinə deyim, mürəkkəb ədəddir. Onun üçün n-i daxil edəndən sonra bir dənə K parametri verəcəm ki, K bərabərdir sıfıra sayması üçün. Və deyəcəm ki, for dövrü ilə yazsam, for i in range. Özün götürə bilməz. Çünki belə deyək də, sadə ədədlər 1-ə və özünə bölünən ədədlərdir. Onun üçün mən burada deməli range dövründə yazacağam 1-dən yox, 2-dən n-ə qədər. Yox, n-i də götürə bilməz axı, özünü də götürə bilməz. N-ə qədər deməyəcəm, belə deyim də, n-in 2-yə bölünməsindən olan tam ədədə qədər götürsün. Misal üçün, tutaq ki, 11 daxil etsəm əgər, 11-i 2-yə böləndə tam ədədim 5-dir. Onun üçün 2-dən 5-ə qədər dövr gedəcək. Yəni 2, 3, 4 qiymətlərində artıq cavabı yoxlayacaq. Onda deyim ki, dövrün içində əgər belə deyək, daxil etdiyim n, tutaq ki 11 daxil etmişəm. Həmin n bu i-lərə bölünürsə, yəni i-lərə böləndə
Qalıqda 0 qalırsa, mənim k parametrim artsın. Qalıqda 0 qalırsa, böləni varsa, deməli sadə deyil də. K plus 1 olsun. İndi bunun heç elsin verməyə ehtiyac yoxdur. Elə qalsın bu formada. Misal üçün, indi digər hissəyə keçməmişdən əvvəl yenə deyirəm. 11 daxil elədim. Gələcək burada yoxlayacaq ki, e-ni i-yə böləndə. Burada i-nin qiymətləri 2-4 olacaq 11 daxil eləsəm. 11-i 2-yə bölsəm, qalıqda 0 qalırmı? Deyirəm, yox. Yəni k artmadı. 3-ə bölsəm, qalıqda 0 qalırmı? Yenə yox deyirəm, k artmadı. Yəni 11 sadə ədəddir. Bu zaman k artmayacaq. Onun üçün dövrdən çıxanda belə bir şərt verirəm ki, k parametri 0-a bərabər olaraq qalıbsa, onda desin ki, print sadə ədəddir. Deməli, sadə ədəddir. Bir dəqiqə. Sadə ədəddir. Əks halda, yəni bunun elsində, deməli, k heç olmasa bir vahid belə artıbsa, onda deməli mürəkkəbdə də böləni var. Onun üçün print heç dırnaq içərisində mürəkkəb ədəddir. Nəticəm olacaq bu formada. İndi misal üçün deyirəm, 16 daxil eləsək əgər, tutaq ki, bura int inputla 16 daxil elədim. 16-nı 2-yə böləndə tam ədədim 8-dir. İ'miz 2-dən 8-ə qədər, yəni 2, 3, 4, 5, 6, 7 bu qiymətləri alacaq. İndi gəlib yoxlayacaq ki, i'nin 2 qiymətində 16-nı i'yə bölsəm, yəni 16-nı 2-yə bölsəm, qalıqda 0 qalırmı? Deyirsiniz, hə, vəssalam, k artdı. Heç gedib digərlərini yoxlamağa ehtiyac yoxdur. Dövrdən çıxanda k artsa, deməli sadə ədəddir. Yəni 113-ün cavabı olacaq bu formada. Daha sonra baxsam 114-cü suala. Deyir ki, klaviaturadan daxil edilmiş n natural ədədi üçün bu ifadənin qiymətini hesablayan proqramı Python dilində yazın. Bunun da rahat həll üsulu. Mən demişəm ki, nə edeyim burada? i-ni i-dən asılı olaraq yazın. Yəni i-nin yerinə bir dənə i yazsaz, vəssalam. Yəni proqramı qurmuş ola bilirsiniz. İndi bunu da fordan izah eləyəcəm. N ədədi üçün deyirsə, n bərabərdir. Əvvəlcə int inputla bunu daxil eləyək. Baxıram ki, cəmləmə var və bir dəfə mənfi olubdur, bir dəfə müsbət olub. Yəni k parametrim də var mənim burada. Cəmləməsi üçün s parametrim 0-dır. K-nı da başda müsbətdir deyə 1 götürəcəm. Yəni mənfi 1 yox, hələ ki 1 götürəcəm. For dövrü ilə yazıram. For i in range. N'in özündə götürüb deyə. Yəni mən bunu 1-dən n plus 1-ə qədər götürəcəm. Və burada baxıram ki, dedim bu hissəni, yəni bu n olan hissəni i-dən asılı olaraq yazın. Yəni n-in yerinə bir dənə i qoysaz vəssalam. Proqramı qurmuş olursunuz. Onun üçün deyirəm ki, s bərabərdir. S-in üstünə gəl. 1-i vur. Hər dəfə baxın 1-i vurubdur. Yəni k-nı vur. K-nı vur. N-in yerinə i yazsam, buradakı n-in yerinə i yazacağım. i vuraq i plus 1-ə. Vəssalam. K-nı vuracaq. i plus 1-ə. Və daha sonra bir dəfə mənfidir, bir dəfə müsbət olduğu üçün k bərabər mənfi k eləyək. Ən sonda da deməli print s-i çapa göndərək. Print s-i ən sonda çapa göndərəcək. İndi burada əgər belə deyək, k yazmaq istəmirsinizsə, bunun yerinə mənfi 1 üstü i plus 1 də yazmaq olardı. Yəni bu formada da mənfi 1 üstü i plus 1 kimi də yazsaz, yəni alınır. Doğru olar. Buna görə 114-cü cavabı olacaq bu formada. Yəni ən rahatı bu formada yazmaqdır. Sonra davam eləyək 115-lə. Deyir ki, dövr operatorundan istifadə etməklə
Bu siyahıda olan elementlərdən tam ədədlərin kvadratları olanları çap edən proqram. Aha, tam ədədlərin kvadratları olanı. Misal üçün 4-ü götürsəm, bu 2-nin kvadratıdır. Bunu bu formada yazaram. Əvvəlcə A-nı daxil eləyək. A siyahım hansılardır? 3, 4, 15, 9, 3, 4, 15, 9, 18, 16. 18, 16. A siyahımızı daxil etdik. Siyahıya birbaşa müraciət eləyək. Yəni for in A. Siyahıma birbaşa müraciət elədim. İndi bir dənə bir dəyişən götürüm. Deyim n bərabərdir. i-nin belə deyək kökdən çıxarsın. Məsəl üçün 9-u götürdü. Bu kökdən çıxanda nə verir? Mənə 3 verir. Tutaq ki 4-ü götürdü. Kökdən çıxanda nə verir? 2 verir. Onun üçün deyim ki kökdən çıxartması üçün i-nin üstü ya 0,5 yazaram ya da 2-də 1 kimi yazaram ki kökdən çıxarsın. Və daha sonra deyim ki bizə nə deyir burada? Tam ədədlərin kvadratları olanı. Aha. Daha sonra belə bir şərt verəcəm ki, əgər həmin i'lər bərabərdirmi? Bunu da int tipinə çevirim. Çünki orada tam da belə deyim də kökdən çıxmayanlar var axı. Onun üçün bunu mütləq tam ədədə çevirməliyəm. Bərabərdirmi? Int. Bu m-i int eləyim. Bunun kvadratına. Bərabərdir bunun kvadratına. Misal üçün, indi belə düşünsək bunu. Gedəcək 4-ü götürəndə, baxın bu hissədə. 4 birbaşa müraciət edir, 3 getdi. 4-ü götürdüm. Burada 2 çıxacaq. İndi kökdədir deyə 2,0 çıxacaq da. Bilirsiniz ki, kökdən float tipi çıxır. Burada 2,0 çıxdı. Sonra deyir ki, da m mənə 2,0 verdi. i'miz də 4 idi. 4 bərabərdirmi? Int m-in kvadratına. Yəni əvvəlcə m-i int eləmək lazımdır. Int eləyəcək 2-ni götürəcək. 2-nin kvadratı 4. İndi burada deyəcək 4 bərabərdirmi? 4-ə. Hə, deyəcəksiniz ki, hə, bərabərdir. Bunun üçün ödəndiyi üçün burada i-ni çapa göndərmək lazımdır. Ancaq tutaq ki 15-i götürsə, nə bilim tutaq ki 18-i götürsə, artıq burada ödənməyəcək. Yəni 15-dən kvadrat çıxmır, axı kök çıxmır. Və yaxud 18-dən kök çıxmır. Onun üçün ödənməyəcək. Və ən sonda qeyd edirəm ki, print i. Baxın, bu formada olacaq. Deməli, uşaqlar, davam edək 116-cı sualla. Deyir ki, belə bir funksiya verilmişdir. X-in -10 parçasındakı hər bir tam qiymətinə uyğun olan y-in qiymətlərindən 3-ə qalxısız bölünənlərin sayını çap edən proqramı. Əvvəlcə biz baxmalıyıq, görək ki, if şərti neçə dəfə verməliyik. Və bu iki belə deyək şərtə əsasən də x böyüdür 3, x kiçik bərabərdir 3-ə əsasən mən onda if şərtini bir dəfə verəcəm. Bunu artıq algoritmin blok sxem qurmalarından bilirik ki, bir dənə if şərti verəcəm. Onun üçün deməli, bir belə deyək də say parametri daxil eləyək, 3-ə qalxısız bölünənlərin sayını istəyir çünki. Onun üçün deyəcəm ki, yenə k bərabərdir 0-a say parametri olaraq. Sonra for i in range. Əslində burada i yox, x verməliyəm. Çünki x daxil. Onun üçün for x in range. -10, 11 aralığı götürəcəm bunu ki, onun özündə götürsün. -10, 11 parçası. Və bu parçada birinci şərti yazacağım ki, əgər x böyüdürsə 3-dən, onda y bərabərdir x kvadratı minus 5x plus 6-nı hesablasın. Yəni, bu formada y bərabərdir x kvadratı, x 2 ulduz, deməli, kvadrat bu formada yazacağım. Minus 5 vuraq x plus 6. Plus 6. Bunu hesablasın. Bunun else hissəsində isə, yəni əks halda, gəlsin x plus 2-nin kvadratını hesablasın. Yəni y bərabərdir x plus 2-nin kvadratı. X plus 2, 2 ulduz 2. Yəni bunun kvadratını hesabladım.
Və bir də mənə deyir ki, deməli, x-in deməli hər bir tam qiymətinə uyğun olan y-in qiymətlərindən 3-ə qalıqsız bölünənlərin sayını çap elə. Yəni belə deməliyəm ki, y-in belə deyək, hansı qiymətində 3-ə böləndə qalıqda 0 qalır. Yəni onun üçün belə bir şərt verəcəm ki, əgər y-i 3-ə böləndə qalıqda 0 qalırsa, onda bunu say, yəni k-mız bir vahid artsın, k plus 1 olsun. Yəni bunu hər dövr üçün hesablayır. Ona görə dövrün içində yazdıq. Və ən sonda da sayın istədiyinə görə print k-nı çapa göndərsin. Deməli, bu oldu bizdə nə? 116-nın proqramı. Daha sonra davam eləyək 117-ci proqramla. Deyək ki, klaviaturadan n natural ədədi daxil edilir. Faktoriyalı bu ədəddən kiçik olan ən böyük natural ədədi çapa verən proqram istəyir bizdən. Misal üçün 130-dur. 130 daxil edibsə 5-in faktoriyalı 120-dir. Yəni faktoriyalı bu ədəddən kiçikdir. 5-in faktoriyalı 120-dir. 120 130-dan kiçikdir. Onun üçün mən faktoriyalı tapmalıyam və sonda çapa verəndə belə deyək də, i-nin özün yox, ondan bir vahid azını çapa verməliyəm. Niyə? Çünki i-nin özünü çapa versən, burada artıq tutaq ki 24 olanda 24 daxil eləmişəmsə 4 gedər çapa. Onun üçün əvvəlcə gəlin n natural ədədi daxil eləyək. N bərabərdir int input. N natural ədədi daxil edim. Daha sonra faktorial, yəni f-in 1-dir. Vurma olduğu üçün 1 götürəcəm. i-də dövrü idarə edən parametr kimi 1 götürməyəm. 1 götürsəm gərək azaldım. Onun üçün 0 götürəcəm və deyəcəm ki, nə qədər ki faktorial n-dən kiçikdir, onda i-miz bir vahid artsın, i plus 1 olsun. F-də f vur i olsun. Yəni bu bir vahid artır. F-ə hər dəfə i-yə vurur. Yəni faktorial hesablayır. Və ən sonda da print hesablasın. Deməli, yəni çap eləsin i-ni yox. i minus 1-i çap eləsin. Niyə? Çünki i-ni çap eləsə dediyim kimi 130 daxil eləyəndə belə deyim də 6 gedəcək çapa, 5 yox. Və yaxud 24 daxil eləyəndə 4 gedəcək çapa. Onun üçün i minus 1-i çap eləməlidir. İndi bunu əslində yoxlaya da bilərsiniz. 24 daxil eləyib girişə görə bilərsiniz ki, 3 bu formada proqramı quranda 3 çap olunacaq. Daha sonra davam eləyək 118-nə. Deyək ki, dövr operatorundan istifadə edərək belə bir siyahı verib. Bu siyahının tək indeksli cüt elementləri ilə tək indeksli cüt elementi ilə cüt indeksli tək elementlərinin ədədi ortasına. Ədədi orta ümumiyyətlə bilirik ki, cəmi sayı bölünməsidir. Onun üçün əvvəlcə bu siyahımı daxil edəcəm. A bərabərdir 3, 4, 2, 1, 6, 9, 8. 9, 8, 12, 10, 5, 14. Bu formada, baxın, bu siyahımı daxil etdim. İndi bizə deyir ki, cüt elementi, cüt indeksli tək elementlərin ədədi ortasına. Ümumiyyətlə, ədədi orta nədir? Cəmin sayı bölünməsidir. Onun üçün mən əvvəlcə bunun cəmini tapmalıyam. Onun üçün deyəcəm ki, burada sildim. S deyim 0 olsun cəmləməsi üçün. Sayını tapanda k parametri olsun ki, k-nı da 0-dan başlayacağım, yəni sayını tapır. Daha sonra deyəcəm for i in range. Dövr davam eləsin bunun sayına qədər. Yəni 0-dan len a-ya qədər. 0-dan len a-ya qədər davam eləyəcək. Daha sonra mənə deyir ki, əvvəlcə nə deyir? Tək indeksli cüt elementləri. Əgər indeks for i in range-də 1-2 indeksi göstərmək üçün i-dən istifadə edirəm. i-ni 2-yə böləndə qalıqda 1 qalırsa, deməli tək indeksli deməkdir.
və yəni and cüt indeksli tək elementləri. Yəni indeksi tək tapdım. İndi elementi tapmalıyam da. Element olaraq da AI-dən istifadə edəcəm. Yəni elementin özü AI-dir, I isə indeksdir. Onun üçün deyəcəm ki, AI-ni 2-yə böləndə qalıqda 0 qalırsa, yəni bu artıq cüt element deməkdir. Baxın, bu tək indeks deməkdir. Bu cüt element deməkdir. Bu zaman deməli S cəmləsin, S bərabərdir S, üstə gələk həmin elementləri cəmləsin, yəni AI-ləri cəmləməlidir. K isə nə etməlidir? Onlar saymalıdır, yəni K plus 1 olsun. Bu, belə deyək, birinci hissəsi. Tək indeksli cüt elementlər. Bu, orada birinci hissə. Daha sonra bu dövr bitəndən sonra belə deyək, ikinci dövrün başlayacaq. Hansı ki, cüt indeksi tək elementləri üçün hesablasın. Yəni deyəcəm for I in range. Yenə sıfırdan len aya qədər. Sadəcə fərqli olan hissə, burada 2-yə böləndə qalıqda 1 yazmışdıq. Artıq burada qalıqda 0 yazacağım, bu birində 1 yazacağım. Yəni bir dənə fərqli olan hissə budur. Deyəcəm, əgər i-ləri, yəni indeks olaraq düşünürəm də bunu 2-yə böləndə qalıqda 0 qalırsa, deməli cüt indekslidir. Və eyni zamanda AI-ləri 2-yə böləndə qalıqda 1 qalırsa, yəni təkdirsə, onda S həmin AI-ləri cəmləsin, S plus AI etsin. K isə yenə bir vahid artsın, K plus 1 saysın. Və ən sonda, yəni dövrdən çıxandan sonra deyim ki, print hər iki dövr bitdikdən sonra ədədi orta nə idi? Cəmin saya bölünməsidir. S-i bölsün K-ya. Və salam. Bu formada olmuş olacaq. Deməli, bu oldu 118-in proqramı. Daha sonra davam eləyək 119-la. 119-da deyir ki, klaviaturadan daxil edilmiş birdən böyük x və A natural ədədləri üçün x ədədinin A-nın qüvvəti olub olmadığını müəyyən edən proqram Python dilində yazın. Bunu yoxlamaq üçün, tutaq ki, 8 daxil edibsə, 2-ni çıxarıb ekrana, yəni qüvvət olduğu üçün yes çapa gedib. İndi biz bunu necə 2-yə bölmə metodu ilə gedə bilərik. Çünki baxın, 8 daxil edib 8-i 2-yə tam bölsəm 4 eləyir. Sonra 4-ü 2-yə tam böləndə 2 eləyir. 2-ni 2-yə tam böləndə 1 eləyir. Yəni əgər sonda 1 alacamsa, onda deməli x ədədi A-nın qüvvətidir. Yəni çıxışa yes sözün çapa versin. Onun üçün buna əsasən əvvəlcə x int inputu daxil eləməliyəm. Yəni x ədədi daxil etdim özü dediyi üçün. Sonra da A ədədini daxil edirəm int inputuna. X-i də A-nda daxil etdim. Daha sonra deyəcəm ki, var nə qədər ki x böyük bərabərdir A-dan. Onda əvvəlcə belə deyim də A-ya böləndə qalıqda 0 olub olmamağını yoxlamalıdır. Yəni mən o x-i A-ya böləndə qalıqda 0 qalırsa, o zaman x A-ya böləndə tam ədədi götürsün. Yəni x bərabərdir, bu x-i bölsün A-ya və x-in A-ya bölünməsindən tam ədədi götürsün. Əks halda isə deməli ödənməyəcək də, qüvvəti deyil. Onda əgər qüvvəti deyilsə, bunun else hissəsində deyəcəm ki, yəni ödənmirsə x-in belə deyim də sıfırlansın avtomatik. Yəni ödənmirsə x-in sıfırlansın ki, dövrə qayıda bilsin. Və artıq bu baxımdan əgər x-im dəyişəcəksə, yəni x 1 olacaqsa, sıfırdan fərqli qiymət alacaqsa, onda deməli yes-i çap eləsin. Onun üçün dövrdən çıxandan sonra bir dənə də şərt verəcəm ki, belə deyək də, əgər x bərabərdirsə 1-ə, onda print yes-i çap eləsin. Print yes-i çap eləyəcək. Əks halda
yəni else hissəsində print no-nu çap eləsin. Bu da olacaq bu formada. Yəni bunun da məntiqi 2-yə bölünməsindən alınan tam ədədi götürdük. Yəni bunu əsasən həmin məntiqlə yazdıq. Daha sonra baxaq deməli 120-ci suala. Deyir ki, klaviaturadan daxil edilən x və n natural ədədləri üçün yenə x int input, n int input bunları daxil etməliyik və bu cəmi istəyir bizdən. Baxıram ki, yuxarı heç nə. X-in kvadratlarıdır yuxarı. Yəni x-a vurmaqla gedir. X-a vurmaqla gedir. Aşağı da 2 faktorial, 4 faktorial. Yəni faktorialları tapır. Amma necə? Gəlin baxaq. Əvvəlcə x-i daxil eləyəcəm. X bərabər int input. N bərabər int input. Və birdən başlayıb deyəcəmləməyə. Elə mən də birdən başlayacağım. S bərabərdir 1 götürəcəm. Faktorial tapması üçün F-i də 1 götürəcəm. Faktorial hesablasın. Daha sonra burada deməli əvvəlcə x-ları tapaq. Yəni deyəcəm ki, bərabərdir. Neynəsin? X kvadratını almaq üçün x-i vursun x-a. Daha sonra bir də dövrü idarə edən parametrim olmalıdır. i də bərabər 1 götürək dövrü idarə eləməsi üçün. Və deyim ki, while nə qədər ki x bərabər deyilən bu zaman tutaq ki, n əgər 4 daxil eləmişəmsə, indi yerinə qoyub baxarıq. Nə qədər ki, x bərabərdir n-dən, onda f bərabərdir, yəni faktorial hesablasın, f vuraq, necə hesablasın? Burada deməli, baxın, 2-ni i-yə vurur, indi burada i əvvəlcə 1-dir. 2-ni 1-ə vurur və ondan 1-i çıxır. Bu mənə verdi 1-i. Sonra yenə 2-ni i-yə vurur. Yəni, i-nin 1 qiymətində, burada f-in 1-dir. 1-i vuracaq, yəni f-i vuracaq, 1-i vuracaq 2i minus 1-ə. i-miz də 1-dir. 2 minus 1 də mənə 1 verəcək. Və 1 vuraq 2 nəticəsini alıram. Baxın, 1 vuraq 2 nə verir mənə? 2 faktorialı verir də. Yəni, buna əsasən mən bu hissəni, indi aşağı hissəni belə yazacağım ki, f vuraq 2 vuraq i minus 1 minusdur bu. Bir də vuraq 2 vurulsun i-yə. Bu formada bir dəfə 2 faktorial alacağım. Sonra 4 faktorialı bu formada yazsam ala bilirəm. 4 faktorial da deyəndə birinci dövrdə 1 vuraq 2 alıram. İkinci dövrdə belə deyim də 2 vur 3 vur 4 alıram. Yəni 3 vur 4 alıram. Bu mənə 2 faktorialı verdi. İkinci dövrdə 3 vuraq 4 alacağım mən. Bu da nədir? 4 faktorialdır da. 1 vur 2 vur 3 vur 4. Ona əsasən, yəni f hissəsini bu formada yazdım. Sonra s də bərabərdir. Da buradan o tərəfə rahatdım. S-in üstünə gəlməlidir nəyi? X vur x. Yəni q-yə tapmışam ki, x-in kvadratıdır da. Həmin o x-in kvadratını bölməlidir f-ə. Yəni q-nü bölməlidir f-ə. Bu formada i dövrü idarə edən parametrdir. I plus deməli 1 yox. Mənim burada yox, elə 1 artacaq. 2 yox, elə 1 artacaq. İ'miz 1 artacaq və ən sonda deyəcəm ki, print həmin bax bu s-i çapa göndərəcək. Misal üçün indi yerinə qoyub yazsaq. Tutaq ki, deyirəm ki, n-ə 4 daxil eləmişəm. Tutaq ki, n 4-dür. İndi deyirəm ki, 1 kiçik bərabərdirmi 4-dən while hissəsində. Deyirsiniz ki, hə. Onda f bərabər olur. Baxın, f bərabər olacaq. F vuraq, yəni 1 vuraq. 2 vur i-yə. 2 vur 1
Yəni i'miz 1-dir axı. 2 vur 1 minus 1-ə. Bunu da belə yazım. 2 vur 1 minus 1-ə. Bir də vuraq 2 vur i'yə. Yəni 2 vur 1-ə. Elə bu mənə, bu 1-dir. Elə bu mənə 2 faktorialı verir də. İndi növbəti dövrdə i bərabər 2 olacaq. Buranı izah edirəm də, bu bir hissələr asandır da, yazmayacağım. Növbəti dövrdə i bərabər 2 olanda, deyəcəksiniz 2 kiçik bərabərdirmi 4-dən? Yenə buna hər deyəsiniz. Artıq f bərabər olacaq. 2 faktorialı tapmışıq. 2 faktorialı tapmışıq. Və bu mənə verəcək f-im 1 vuraq 2 idi də. Yəni 2 faktorial idi. 2 faktorial vuraq 2 vur i minus 1. Yəni 2 vur 2 minus 1. Baxın bu formada 2 vur 2 minus 1 olacaq. Bu da mənə 3'ü verəcək. 3 vuraq, bu tərəfdə də alıram 2 vur 2-ni. 3 vuraq 4. Artıq bu da mənə 4 faktorialı verir. Çünki zaten 2 faktorialım var idi. 1 vuraq 2 var idi, 2 faktorial. Bir də alıram 3 vuraq 4. Bu da verəcək 4 faktorial. Yəni, baxın, bunu əsasən bu f hissəsi biraz qəliz idi. Onun üçün olacaq bu formada. İndi uşaqlar, burada videonu dayandıracağım. 20 sualın izahını mən sizə verdim. Növbəti videoda da yenə 20 sualın izahını verəcəm. 60 dənə proqram qurma sualıdır və 20-20 izah edib bu sualları bitirəcəm.